Bəli, qaydaları pozma verilişində bu axşam da biz görüşürük. Hər vaxtınız xeyir olsun deyirik hər birinizə, hörmətli dinləyicilərimiz, hörmətli sürücülər. Bəli, elə küləklə bağlı, sürət həddinin elməsi ilə bağlı vacib məlumatı diqqətinizə çatdırdıq. Nəinki sürücülərimiz, eyni zamanda elə piyadalarımız da yollarda maksimum dərəcədə diqqətli olsunlar. Müəyyən yerlər olur, bəzən olur geniş tablolar olur, hansı ki onların altında çox dayanmamaq lazımdır. Həqiqətən də külək vurub aşıra bilər və siz xəsarət ala bilərsiniz. Bununla bağlı təbii ki, güclü küləklə bağlı maksimum dərəcədə ehtiyatlı olaq. Şəhər içində avtomobil idarə eləmək ilk baxışdan bəli asan görünsə də həqiqətən əslində ən riskli doğrudan da sürücülük məhz burada baş verir. Sıx hərəkət, piyadalar, qəfil manevrlar, telefonla diqqətin yayılması kimi məsələ. Bax, bütün bunlar saniyələr içində hətta qəzaya belə səbəb yaradır. Bəs şəhər içində təhlükəsiz sürmək üçün əsas vacib qaydalar nələrdir? Sürətə nəzarətmi, məsafəni saxlamaqmı, yoxsa əsas yaddan çıxan məqamlar var? Bax, bugün bu mövzunu daha dərindən belə deyək müzakirə eləyəcəyik. Studiyamızın qonağı isə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovdur. Aqil müəllim, xoş gördük, xoş gəlmisiniz avtofona. Axşamınız xeyir. Necə hiss edirsiniz özünüzü? Necə gəldiniz? Ümumiyyətlə belə küləkli hava şəraiti sürücüyə necə təsir bağışlayır? Necə təsir göstərir? Deməli belədir. Təcrübəli sürücülərə heç pis təsir eləmir, təzə sürənlərə təsir eləyir. Çünki külək maşını biraz aparır. Elə bil ki, sükan arxasında küləyə qarşı korreksiya verməlisən. Sükanda korreksiya verməlisən. Bunu təcrübəlilər bilir, təcrübəsizlər də öyrənər inşallah. Öyrənər inşallah və sizin sayənizdə öyrənər. İnşallah. Aqil müəllim, başlayaq birinci istərdim bundan. Şəhər daxilində sürücülərin ən çox etdiyi sizcə səhvlər və hətta təhlükəli səhvlər hansılardır? Deməli, təhlükəli səhvlərdən çox danışacağıq. Birinci sürücülərin ən böyük səhvi bilirsən nədir Ceyhun? Nədir? Özü qayda ilə sürərək, qaydasız sürücülərdən, qaydasız avtomobil idarə edənlərdən özünü qoruya bilməmək. Qoruya bilməmək. Özü qaydalara əməl edir. Özü əməl edir, düzgün qəşəng sürür. Amma gözləmir də, ətrafdakılardan gözləmir ki, kimsə fikirləşir ki, onlar da qayda ilə sürəcəklər. Belə sürücünün qabağına qəflətən cürbəcür situasiyalar çıxır və deməli, şəhər içində avtomobil idarə etməyin öz nüansları var. Rayon yolunda maşın sürməyin öz nüansları var, təhlükələri var. Şəhər içində öz təhlükələri var. Bugünkü veriliş kimə maraqlı olacaq? Ceyhun, fikir vermirsən, bəzi qohumlarımız rayondan gələndə hətta Bakıda maşın sürmək istəmirlər. Onlar şəhərin qırağında maşını qoyurlar. Deyirlər, biz Bakıda maşın sürə bilmirik, yox, istəmirik. Çünki həmin mən dediyim problemlərlə qarşılaşırlar. Mən sizə deyim ki, hətta rayonda yaşayanlar və rayondan gələnlər olur, bəzən qonaqlar olur. İstəməmək bir tərəfə, yəni daha təhlükəli hesab edirlər və biraz ehtiyat edirlər. Mən də onu demək istəyirəm ki, bu onlar üçün maraqlı olacaq, bu bir. Amma təkcə onlar üçün yox. Yeni sürənlər də bu təhlükələri gözləmirlər. Bu onlara da maraqlı olacaq. Və valla neçə ilin sürücüləri də bugünkü verilişə qulaq assalar xeyir tapacaqlar. Mən həmişəki kimi 8 bölməyə bölmüşəm. 8 bölüm. 8 sizin avtomobilin qarşında deməli səhv edən sürücülərin 8 səhvindən danışacağıq. Deməli reklam yoxdursa mən başlayayım. Mən elə bu anda reklam deyəndə ki, mən anons eləyim yenidən mövzumuzu, ola bilər yeni qoşulanlar da var, həm də WhatsApp nömrəmizdə xatırladacağam. Şəhər içində sürərkən, avtomobili idarə edərkən ən çox sizi narahat edən nədir və sizcə təhlükəsiz sürmək üçün ən vacib qayda hansıdır sizə görə, hörmətli sürücülər və dinləyicilərimiz? WhatsApp nömrəmizə fikirlərinizi yazıb göndərə bilərsiniz. WhatsApp 055 455 10 77. Bəli, şəhər içində sürərkən sizi ən çox narahat edən nədir və sizcə təhlükəsiz sürmək üçün ən vacib qayda hansıdır? Yazın bizə 055 455 10 77 WhatsApp nömrəsinə fikirlərinizi bax bu WhatsApp nömrəmizə gözləyirik. Həm də bizə səs də göndərə bilərsiniz. Buyurun, Aqil müəllim, söz yenidən sizdədir. Deməli, mən dinləyicilərə müraciət eləmək istəyirəm. Mən 8 yerə bölmüşəm. Ola bilər ki, nəsə gözümdən qaçıb, aktiv olun. Siz də hansısa ətraf sürücülərin səhvini, əsas səhvlərindən bilirsinizsə, siz də verilişə yazın, qoşulun. Mən ümumiyyətlə şübhəm yoxdur dinləyicilərə. Mən bilirəm ki, bu mövzuda da hər zamanki kimi, yəni fəal olacaqlar, fəal iştirak edəcəklər. Yaralı yeridir də sürücülərin. Bəli, mütləq. Deməli belə, Ceyhun, yəqin siz də hiss eləmişsiniz, elə bizi qulaq asanlar da hiss eləyib. Bakının dərdi bilirsin nədir? Bakının birinci dərdi
sürücülərin başqasının zolağına Bəli. qəflətən daxil olmasıdır. Bax bu qoymur bizi maşının sürməkdən həzz almağa. Hər an biz gözləyirik ki, birdən eləyərlər və birdən də eləyirlər. Amma maraqlısı odur ki, bundan böhründə gedən maşından gözləyirsən o eləmir. Gözləmədiyin Gözləmədiyin gəlib eləyir, Ona görə bəli. biz hamıdan gözləməliyik, hamıdan. Deməli, mən tələbələrə də deyirəm ki, qabağında gedən maşından qorxma. Sən maşını demə ara məsafəsini elə saxlayırsan ki, sən onu heç vaxt vurmazsan. Və sən arxadakı maşından qorxma. Sən ara məsafəsini elə saxlayırsan ki, sən istənilən halda qarşındakı kəskin tormozda versən, sən ehmallı tormoz verəcəksən, səni vurmayacaqlar. Deyir, bəs kimdən qorxum? Deyirəm, sağında və solunda olanlardan. Səninlə paralel gedənlərdən. Bax, təcrübəli sürücülər bu dəqiqə bizə qulaq asırlar. Yeni sürücülər də baxırlar, qulaq asırlar. Onlar da yəqin ki, bax bu problemi, demə problemdən yazacaqlar bizə. Ən böyük dərdimiz qaydasız döyüşlərdə olduğu kimi qəflədən qabağımıza avtomobillərin çıxmağıdır. Bəs bunu nə etmək olar? Deməli, və bir dənə də maraqlı bir şey var. Ceyhun, o həmin birinci bölməyə aiddir. Ceyhun, tutaq ki, gedirsiniz yolla. Sizin zolağınız boşdur. 3 zolaqlı yoldur. Heydər Əliyev prospekti, 2-ci dərəcəli yol, 3 zolaqlı yol. Sol zolaqda maşınlar biraz yavaş-yavaş gedir. Sağ zolaqda yavaş-yavaş gedir. Sənin zolağın bomboşdur. Bomboşdur, bəli. Sürəti artırmayın Ceyhun və hörmətli dinləyicilər, sürəti artırmayın. Çünki boşluğu görən kimi 10 nəfərdən 3-ü qəflətən, özü bir var dönmüş ışıqları yandırsınlar, ehtiyatdan keçir. Yox, bir balaca, elə bir ki, hətta uzun yolu yox, 2 metr, 3 metr məsafə görən kimi özlərini ora atırlar. Bu çox qorxuludur, bu çox qəzaların səbəbidir, özünüzü qoruyun. Bəli. Elə Samir bəy artıq yazıb bizə, bu dəqiqə yollarımızda, tıxaclarda ən böyük problem ara məsafəsidir. Mən ara məsafəsi saxlaya bilmirəm yazıb. Çünki gəlib mənim maşınımın önünə verirlər və yaxud da sağa gedəcəklər, sağ tıxac olduğundan axıra kimi demək solu tutub gedirlər. Bu kimi məsələlər hansı ki sən özünü fikirləşməkdə. Bu da artıq yollarımızda Samir bəy idi. Bəli, Samir bəy. Samir bəyin sözünün qüvvəti ikinci bölümə keçirəm. Ətrafdakı sürücülərin bəzilərinin ara məsafəsi saxlamaması və distansiya saxlamaması və bundan başqa interval saxlamaması. İndi kimsə əgər bilmirsə, mən onun diqqətinə çatdırım. Ara məsafəsi, distansiya qabaqda olan maşına qədər olan məsafədir. İnterval isə böhründəki maşından olan məsafədir. Bəzi sürücülər elə bir ki, maşınlarını qabaqdakı maşına diriyərək sürməyi sevirlər. Belə xasiyyətləri var. Özdə ki, bəziləri elə bir ki, ləzzət alırlar. Məsəl üçün, aeroport yoludur da, 90-la gedirsən də. Axı, deməli, ara məsafəsi sürətin yarısı qədər olmalıdır. 90-dırsa 45 olmalıdır. Yaxşı, canın sağ olsun, 45 saxlamırsan heç olmasa 20. Ay, yox, Ceyhun. 10 santimetr saxlayaraq daldan ışıqları yandırmaq və həmin adamı elə bir ki, zolaqdan qovmaqdan ləzzət alırlar. Bax, bu da çox qorxuludur, bu bir. Ondan başda tıxac vaxtı, bilirəm tıxacdır, bilirəm çətindir, amma bəzi sürücülər sənin güzgüvə o qədər yaxınlaşırlar. O qədər yaxınlaşırlar ki, pəncərəni açıb deyirsən, qardaş, axı sən zolaqda bir balaca sola da gedə bilərsən. Deyir, nədəndən alsan? Qorxma, dəyər düzələr. Özə mən fikir vermişəm. Ürəkdirək verirlər. Dəyər, özə bizə necədir Ceyhun? Çox qəribədir. Deməli, belə məsləhət verəndə ki, sən Allah ehtiyatda ol, adətən qaydalar, dəyər düzələr. Heç kim demir ki, dəyərəm, düzəltdirərəm. Dəyər düzələr bilsən nə deməkdir? Qeyb özünü düzəltdirərsən. Belə. Bu ikinci bölüm idi. İndi birazdan da üçüncü bölümə keçərik. Vüsal bəy isə yazır ki, birinci növbədə işıqforda öndə dayanan sürücünün telefonla oynaması, ikinci isə öncədən dönməni düzgün planlaşdırmamaq. Bax, bu problemdir. Yazıb, bu ən böyük təhlükədir. Çox düzgün yazıb. Əlbəttə ki, fikirlərdir. Təşəkkür edirik Vüsal bəyə. Aqil mən, bilirsiniz, son vaxtlarda bilmirəm, ya mən belə görürəm, ya ümumiyyətlə mənim son zamanki müşahidələrimdə daha çox belə sürücülər var. Yaman diqqətsizdir bizdə sürücülər. Doğrudan, yəni fikirləri əvvəl deyirdi ki, misal üçün də deyək ki, telefon falan, amma inanın ki, telefona da baxmır. Telefonla da danışmır. Çox fikirlidirlər. Belə sanki elə bir nə bilim, elə bir har tərki dünya mı olublar? Elə bir fikirləşmirlər ki, mən yoldayam, mən sükan arxasındayam. Ceyhun, sözün qüvvəti
Əlbəttə bu məsələni psixoloqlar daha açıqlayarlar. Amma mən də bu illər ərzində o qədər cürbəcür hadisələr görmüşəm. Siz psixoloqdan bəzi psixoloqlara daha yaxşı bir balaca bilirsiniz. psixoloq olmuş getmişəm. Deməli mən analiz etmişəm. Niyə insanlar sükan arxasında fikirlidirlər? Bilirsən Ceyhun, bu həyatdır. Həyat mübarizədir. Həyat arzulara doğru hərəkətdir və həmişə problemlər olur. Elə bir cəmiyyət olmayıb, elə bir vaxt olmayıb ki, insanlarda elə bir ölkə olmayıb ki, orada insanlarda problem olmasın. Amma söhbət nədən gedir? İş orasındadır ki, mən buradan dinləyicilərə məsləhət görmək istəyirəm ki, hamımızın qardaşlarım, bacılarım, hamımızın problemi var. Amma bir dənə sizdən xahişim var. Yolda A nöqtəsindən mindizmi maşına, B nöqtəsinə çatınca o problemi yaddan çıxardın. İzah eləyirəm niyə. Məsəl üçün, orta bir probleminiz var. Siz də yol boyu o problemdən fikirləşə sürürsünüz, eləyirsiniz, diqqətsiz sürürsünüz, qaydaları pozursunuz, cərimə öz yerində gəlir. Özünüz bilirsiniz ki, bu dəqiqə bir dənə sağ, bir dənə sol cərimə gəlir, haqlı da gəlir. Amma əsas odur ki, siz fikirli olaraq maşını sürəndə elə hadisəyə düşə bilərsiniz ki, elə böyük problemlərlə qarşılaşarsınız ki, bayaq fikirləşdiyiniz problem var idi. Bəli. Bunun yanında xırda bir problem olar. Ona görə tələbələrə də deyirəm ki, problemi yaddan çıxardırsan, bir dənə fikirləşirsən ki, mən A nöqtəsindən B nöqtəsindən, işdən evə, evdən işə, nə bilim qaynanam gilə sağ-salamat çataram. Orada çay içə o problemi yenə fikirləşərəm. Bax, məsləhətim bundan ibarətdir. Çox gözəl əslində məsləhətlərdir. Tam mən də razıyam. Yəni sükan arxasındasansa bəzi problemləri, o neqativləri biraz unutmaq lazımdır. Bəli. Yəni belə deyək də növbəti belə deyək, sükan artıq avtomobildən ki düşdün, harasa getdin oturdun ya kafedə ya evə gedirsən, orada müzakirə etməyə davam elə. Ceyhun, bir bağışla sözü kəsirəm və əlavə etmək istəyirəm. Sən dedin negativdən qaçmaq lazımdır. Mən isə bir əlavələrdə biraz pozitiv olmaq lazımdır. Bu həyatda biz baxışdan çox şey asıldı. Elə adamlar var ki, sənin yanına gəlirlər, Ceyhun, var elə tanışların. Başlayırlar o pisdir, bu pisdir, o pisdir, bu pisdir. Sən də başlayırsan ki, ayda, doğrudan pisdir. Bu gedəndən sonra elə bir ayılırsan ki, arkadaş o kadar pis değil ki, например. Sağam, sağ-salamatam, işim var, Bəli. gücüm var. İndi 5-dən 10-dan ikraya çatmasa da pendir çörəyə çatır mı? Hər şey, biz bir balaca həyata pozitiv baxmaq lazımdır. Və inanın ki, o negativ baxış insanlar, o bəzi adamlar var, bəzi məsəl üçün taksiyə minirsən, hamıdan narazı, qışqırır Bəli. onun üstünə, bundan narazıdır. Onun axırı yoxdur. Həddindən artıq həyata, Allah'ın yarattığı həyata negativ baxanda Allah elə bil ki insanı cəzalandırır. Yo, razıyam Belə bir sizinlə şey də var. adam var ki onun artıq ruhuna hopub da belə Hopub daim həmişə şikayətçidir, daim pisdir. problemdir və hətta Maaşını adamın 2 qat qaldırsan da gənə Bəli, narazıdır. Bu insanlar yəni düz dedi o xüsusiyyətlərdir də hansı ki var belə insanlar ki o qarışqanı fil eləyirlər ya da çox şikayət eləyirlər. Adamın hətta müsbət olursan, Həm də yaxşı olsa adamın xəstələnir də. enerjisini alırlar. Ceyhun, həm də o Bəli. negativ elə bir şeydir ki, çox negativə qapananda həm xəstələnirsən, Bəli. həm maşını vurursan, həm qaydaları pozursan. Vurursan, bəli. Bir balaca nə olub? Şükür Allah hər şey yaxşıdır. Bəli. Bir səsli mesajımız da var. İndi hal-hazırda İsmail bəy də dinləyək, buyursun. Salam, axşamınız xeyir. Hər vaxtınız Buranızı xeyir olsun. Salamlayıram. Deməli, bu əsas da nəyi demək istəyirəm? Bu sağa sola həmişə daim, hər daim yaşıl yanan svetoforlar var. Hansı ki, o Bəli. istiqamətdə getmək istəyirik. Ancaq ki, düzünə olan svetoforlarda işıq qırmızıdır və bu sürücülər həmin yolu bağlayırlar. Özləri qabağa düşsün deyə. Həmin yolları bağlayırlar və həmin düzünə gedən yoldan reski döndürürlər sağa sola. Yol onların olmuyor və Fürsətçi. bir 10 dəqiqə qabaq da bu mənim başıma gəldi. Sağa yaşıldır, düzünə qırmızıdır. Və düzünə gedən avtomobil sağa gedən məni arxa tərəf, sol tərəfdən sürtdü. Yəni belə sürücülər var və artıq necə deyim, təngə gəlmişik də, yəni belə insanlardan, bu özlərini fikirləşən insanlardan. Təşəkkürlər. Təşəkkür edirəm İsmail bəy. Bəli, çoxdur belə sürücülər. Ceyhun, deməli çox bax nə yaxşı müraciət elədi insanlara ki, siz də deyin. Bax, Bəli, bəli. bunu Təşəkkür edirəm qaçırtmışım. İsmail Bax, bəyə bu də, bölmə bəli, məndə yox bəli. idi. Doğrudan da belə bir şey var ki, deməli sağ zolaqda tutaq ki, sağa yalnız icazə var və əlavə seksə yaşıl yanır. Bəli. Həmin zolaqda düzünə getmək istəyən dayanır, dağdan siqnallar heç nəyə fikir vermirlər. Buna da fikir verməyə lazımdır. Hörmətli dinləyicilər, mən mövzumuzu bir daha sizin üçün xatırladıram. Bugün belə bir mövzu gündəmə gətirmişik. Şəhər içində təhlükəsiz sürmək üçün vacib qaydalar
qaydalar nələrdir? Bizə yaza bilərsiniz və sizin nə narahat edir? Yəni şəhər içində sürərkən ən çox narahat edən nələrdir? Aqil müəllimlə bizim müzakirəmiz davam edəcək. Mən WhatsApp nömrəmizi sizə xatırladım ki, bu nömrəyə yaza bilərsiniz ya da İsmail bəy kimi elə səsli mesaj göndərə bilərsiniz. WhatsApp 055 455 10 77. Aqil müəllim, Araz bəyin mesajı ilə davam eləyək. Yox, belə yazılıdır. Sonra təbii ki, səsli mesajlara keçəcəyik. Salamlayır bizi Araz bəy, biz də sizi salamlayırıq Araz bəy. Hər şeyə deyinən, bayaqki dediyi o deyinən, o şikayət edən sürücülər, vətəndaşlarımız. Deyir, hər şeyi deyinən, hər şeydən narazı olan sürücülərin maşınında sərnişin kimi gedəndə də yol getməyinə deyir, peşman olursan ya da narazı olursan. Tam haqlıdır. Tam haqlıdır doğrudan da. Amma bəzən olur ki, Aqil müəllim, bunun tam tərsi. Bir də görsən ki, kimsə deyir ki, heç maşını falan sürmə, heç ehtiyac yoxdur. Məndən gedirsən, mən sükan arxasında olacağam. Sən bir dənə yanımda ol da. Sən deyir, mən həm deyir, yatmağa qoymursan, həm yaxşı, maraqlı söhbətlər edirik. Həm pozitiv oluruq, yəni belə əhval olur. Amma adam da var ki, ondan nəinki 5 dəqiqə söhbət belə eləmək istəmir. Amma uzun yola deyir ki, bu insandan çıxım ki, həm ondan maraqlı olacaq yolda, həm darıxmağa məni qoymayacaq. Yəni bu da var. Bunun tam əksini də biz bəzən görürük. İndi taksi sürücülərini biz dedik, amma taksi sürücülərinin hamısı belə deyil. Yox, biz hamısını demədik. Hamısını demədik təbii ki. İnciyərləri bizdən sonra Aqil müəllim. Sonra danışırıq. Hamısına yox, amma özləri də bilir ki, aralarında o neqativ çox fikirləşənlər var. Onlara da məsləhətim odur ki, yaxşı şeylərə köklənin, yaxşı hadisələrə köklənin, yaxşı olsun. Bəli. Deməli, Nigar xanım bizim dinləyicimiz, Nigar xanım səsli mesaj göndərib, dinləyək, buyursun. Axşamınız xeyir, hörmətli Əfdəfəm. Hər vaxtınız. Təhlükəsiz yol sürmək üçün qaydalardan biri də odur ki, işıqforlarda ayrı, yəni seksiya olanda sağa, sola döngələr varsa, bu öncədən işarədən göstərilməlidir. Və yaxud da ki, yolun hər hansı bir nahiyəsində razvarot varsa, o işarə olmalıdır ki, bunu sürən adam bilsin. Düzdür, şəhərin mərkəzində bir neçə yerlərdə var, amma bir qədər kənara çıxanım, mən bir neçə dəfə Maşdağaya getmişəm, orada svetoforlar çoxdur. Kürdəxan istiqamətində Maşdağaya gedəndə birinci svetoforda deyəsən sağadır, növbəti də soladır. Bir neçə svetofordan sonra yenə adını sağa var, sola var. Yəni bilirsiniz, mən bu yolu gündəlik getmirəm. O svetoforların da yerini əzbər bilmirəm. Və mən yad bir insan həmin yolda gedəndə 2 polasalı yoldur. Mən orada sağa, çünki 3-cü polasa adətən dolu olur, maşın saxlanılır və yaxud da ki, gölməçələr olur. Yəni mən tanış olmayan bu yolla bir insan, mən necə təhlükəsiz sürə bilərəm? Gəlirəm, svetofor'a yaxınlaşanda görürəm ki, aha, döngə var. Burada işarələrin azlığına görədir problem. Şəhərin içində bir neçə yerə qoymaqla deyil. Ayna, yəni bu işlərə normal vaxtında baxsa, əlbəttə ki, bu problemlər də olmaz. Aqil müəllim, nəsə əlavəniz var bu fikrə? Yox. Nəsə etiraz eləmirsiniz də? Yox, etiraz eləmirəm. Normaldan. Bu baxımdan çox belə şikayətlər olur. Yəni Nigar xanımın sözünə qüvvət. Yəni bəzən bu işarələr, bəzən də o nabələd, yəni sürücülər olur. Bir də görürsünüz ki, o cərimə gəlir, xəbəri olmur. Və yaxud olur ki, bu misal üçün bilinmir, izlər tam itib kimi məsələlər var, hansı ki, sürücülər bunu sosial şəbəkələrdə də biz görürük ki, etiraz edirlər və bir çox sürücülər də bunu yəni təsdiqləyir ki, bəli, biz də həmin yolda bu problemi yəni yaşamışıq. Bu kimi məsələlər həmişə deyilən bir məsələ. Mən düşünürəm ki, bir gün bu barədə mövzu eləyək. Eləyərik, Allah qoysun. Nigar xanım, təşəkkür edirik. Bax, belə bir məsələyə toxundunuz. Yəni qaydaları bilməklə bağlı, yəni bəzən olur ki, biraz hardasa nabələd olur həmin o küçəyə, həmin o yola tez-tez getmir və nə etmək lazımdır ki, yəni sürücü daha ayıq-sayıq olsun və qaydaları bilsin ki, bax belə problemlərlə üzləşməsin Nigar xanım kimi. Məncə bunu biraz, bu əslində digər başqa bir mövzudur, amma bunu növbəti həftələrə mən düşünürəm ki, saxlayaq. Daha bir dinləyicimiz səsli mesaj göndərib, bu dəfə görək nəyə toxunacaqlar. Salam əleykum. Vallahi inandırım sizi, bu dəqiqə şəhərdə hər bir yerdə hamı sağ-sol sürür. Yəni düzdür, cəriməsi 40 manatdır. Halbuki yəni bizdə cərimələr də aşağı deyil, həddindən artıq çoxdur, böyük məbləğlərdir. Onunla belə insanlar riayət etmək istəmir. Mən hal-hazırda Heydər Əliyev prospektindəyəm. Orta zolağı tutub gedirəm,
qarşımda olan, sol tərəfində olan maşınlar ara məsafəsinə görə, distansiyama görə soldan sağa, sağdan sola bu qaydada idarə edirlər. Bayaq mən dediyim. Bəli, özü hər dəfədə danışırıq bu məsələni. Ceyhun, bir dənə sualım var. Sizin verilişiniz o qədər maraqlı olur ki, siz apardığınız verilişlər o qədər maraqlı olur ki, vaxt uçur. Dinləyin görüm nə qədər vaxtımız qalıb. Yəni informasiya verilmə sürəti 7-8 dəqiqəmiz var. 7-8. Onda Bəli, var, narahat olmayın. Buyurun. Hə. Sizə görə biraz da artırarıq vaxtı. Narahat olmayın. Prodüserimiz deyir ki, biraz da artırarıq. Deməli belə, döngələrdə öz zolağını tuta bilməmək. Deməli, Bəli. sürücülərimizin problemlərindən biri odur ki, özü normal zolaqla gedir, sağdakı döngədə, düz yolda babat sürürlər. Döngədə elə bil ki, bunları o biri maşının zolağına çəkir. Sən orta ilə gedirsən, sağdakı zolaq sağla dönməlidir də. İstəyir yerdə, son vaxtlar ayna da xətlənməyə fikir verir yolajlarında. Hətta vəziyyət o yerə çatıb ki, sürücülər üçün qırıq-qırıq xəttlər çəkilir ki, ay qardaş, döngədə bax bu zolaqla getkinə. Ona da baxmayaraq, 10 nəfərdən 3-ü, 4-ü öz zolağından çıxır və sənin zolağına girir. Deməli, bizim verilişin üstünlüyü odur ki, biz elə, nətər deyim, problemlərdən danışmırıq, problemlərin həlli ilə. Dinləyicilərə maraqlı olar ki, bu məsələyə ümumiyyətlə çalışın, hörmətli dinləyicilər. Döngəyə tək girin. Deyirsiniz, nətər tək, sağda solda maşın olur da, nətər girmək olur. O, əgər tıxac deyilsə, mümkündür, nətər. Sən görürsən ki, sağındakı maşınla getsən, döngəyə bir yerdə girəcəksiniz və şans var ki, o sizi sağdan sola çıxacaq, ya soldan sağa çıxacaq. Ona görə qazdan ayağınızı çəkin, döngəyə tək girsin. Niyə? 10 variantdan 8-ində elə bil ki, o zolaqdan çıxacaq, hətta yerdə xəttlər olsa da zolaqdan çıxacaq, sizi sıxacaq. Bundan başqa qorxulu tələ barədə danışmaq istəyirəm. Tələ iki maşının arasında getməkdir. Bu düz yolda da xatalıdır. Döngədə 10 qat xatalıdır. Deməli, bu nədən ibarətdir? Siz döngəyə girirsiniz. Və görürsünüz ki, sizlə bərabər döngəyə sağdan da bir maşın gedir sağınızdan, solunuzdan. Çox qorxuludur. Niyə? Çox vaxt sağdakı döngədə sola, soldakı da sağa verir. Ortada konserva bankası kimi qalırsınız. Deməli, burada yolu nədir? Qazdan ayağı çəkirsən, çox vaxt da Ceyhun, bilməm, praktikanda olub belə bir şey. Məsələn, üçünüz gedirsiniz, döngəyə girirsiniz, sən mənim sözlərimi, axı sən mənə qulaq asırsan. Deməli, qazdan ayağı çəkirsən və görürsən ki, sənin qabağında sağdakı sola getdi ortalığa. Soldakı da sağa getdi və sən deyirsən, ay Allah, nə yaxşı Aqil müəllimə qulaq astım, biraz özündən razılıq olmasın. Nə yaxşı qulaq astım, mən getsəydim, iki tərəfdə məni sıxıcılar. Hörmətli dinləyicilər, çalışın bir tərəfiniz boş olsun. Bir tərəf boş olmaq təhlükəsizlik pəncərəsidir. Yəni boşluqdur. Sizi sağdan sıxanda solunuz boş olsun ki, sola qaçasınız. Sizi soldan sıxanda kimsə deyə bilər ki, bu tıxaclarda mümkündür. Bəli, tıxaclarda mümkündür, amma tıxaclarda o variant da az olur. Adətən sürət, orta sürət olanda olur. Düz yolda da, sağda da. Deməli, sağında, solunda maşın gedirsən, ortadasan, solundakinin qabağına lük çıxır. Sən elə bilsən luka girəcəklər. İnstinktiv manevr etmə, növbəti bölmə, instinktiv manevr etmə, sürücülərimizin qabağına maniyə çıxan kimi nə güzgü, nə heç nə, maniyədən qaçmaq, sağa, nə fikirləşir ki, sağında maşın var, nə fikirləşir, bu instinktiv manevr etmə adlanır. Çox qəşəng və elə yaxşı dediniz güzgü məsələsini. Əslində bu təhlükəli sürücülərdən əlbəttə ki, danışırıqsa, mən düşünürəm ki, bu məsələyə də, düzdür, siz çox zaman bu məsələni deyirsiniz, yəni hər verilişdə demək olar ki, bunu yada salırsınız, amma yox, güzgü məsələləri. Sürücülərin güzgülərdən düzgün istifadə etməməsi. Bu da bəzən təhlükəli və problemli bir vəziyyət yaradır. Həqiqətən də bunu da mütləq deyək. Və 1111 nömrəli abunəçi yazıb ki, məncə taksi sürücüləri imtahanları sürücü üçün olan küçələrdə versə super olar. Belə bir. Yazır ki, imtahanları sürücü üçün olan küçələrdə versə super olar. Bəyəm onları orada vermirlər. Xüsusi olsun da onlar üçün, yəni olsun da, olsun, nəysə. Yenə də taksi sürücülər, taksi ümumiyyətlə deyən kimi istənilən mövzuda həmişə belə reaksiyalar olur, yəni taksi sürücüləri ilə bağlı. Gəlin bir kəlmə deyim bu məsələni qutaraq. Taksi sürücülər, həmişə mən ümumiləşdirmədən uzağam. Avtobus sürücülərin içində də gözəl sürücülər var, bəziləri pis sürür. Adi sürücülər, bax, bizim kimi mini avtomobillərin sürücülər, təlim məşqlərinin içində yaxşı müəllimlər var, zəif müəllimlər var. Eləcə də taksi sürücülərin içində çoxları yaxşıdır, amma bəziləri
onlara kölgə salır. Bax bununla da nöqtə qoyaq bunu mövzuya. Bilirsiniz, bir məsələ var ki, bəzən olur ki, bu sosial şəbəkələrdə mən görürəm bu təlim maşınlarıyla bağlı kiminsə işini pisləmək kimi olmasın da. Yəni bu dediniz yadıma düşdü. Avtomobillərdə də qeyd olunur axı ki, bu təlim avtomobil. Elə yəni problemli özləri yəni təlim avtomobilidir deyək ki, Bəli. bunlar təlim keçirlər, bunlar öyrədirlər də belə. Amma özləri qaydaları yəni pozurlar. Yəni çox Ayıb olsun. Bəli, yəni bu sosial şəbəkələrdə də bəzən yəni paylaşılır. Yaxşı deyirsiz, ayıb olsun deyirsiz. Ona görə mən deyirəm, Bəli. hər sahədə, hər sənətdə istəyir sürücü olsun, sürücü olmasın, sürücüdən qıraq, yaxşı usta var, Bəli. pis usta var, yaxşı jurnalist var, sizin kimi zəif Təşəkkür jurnalist edirəm. var. Hər sahədə var. Biz də bunu qabardırıq ona görə ki, yaxşılar artsın da. Bəli. Necə düşünürsünüz Bakımızın gələcəyini? Yəni bax, Yaxşı. əgər biz təhlükəli sürücülükdən danışırıqsa, nə düşünürsünüz? Necə 5 il sonranı Aqil müəllim necə görür? Yaxşı görürəm. Mən pozitivəm həmişə. Yaxşı görürəm. Yaxşı şeylər çoxdur. Deməli, bax küçələrdə, deməli biz inanmasan Ceyhun, sən cavansan da, o vaxtlar sən uşaq olardın ya bəlkə anadan olmamışdın. Deməli 70-ci illərdən gedir söhbət. Mən Var onda idin? yox idim. Yox. Yox idin. Deməli 70-ci illərdə yollar pis gündə, çalalar var idi. Bax indi bəzi sürücülər var, sağ-sol eləyirlər. Onlar da yaşlı sürücülərdən gedir söhbət. O adət bir sənardan qalıb. Sağda yağma, solda Bəli. çala, sağ-sol eləyiblər, indiyə qədər qalıb. Amma indi yollar düzəlir. Nişanlar qoyulur. Deməli, jurnalistlərin sözünə qurumlar da baxırlar. Harda məsələn nəsə çəkiliş eləyirik, düzəldirlər. Yəni yaxşı cəhətlər çoxdur. Mən Azərbaycanın gələcəyini yaxşı görürəm. Yolları yaxşı görürəm. Çünki bilirsən necədir? Qısaca bir dənə bir şey deyim. Bir nəfər tanış var idi. O mənim beynimdə qaldı. Qayıtdı ki, bəzi cavanlarımız qayıdırlar ki, Avropa istəyirik, Amerika istəyirik. Dedi, sayın görək neçə ölkəyə, bax, nə bilim, 180 ölkə var. Neçə ölkəyə getmək istəyirdiniz bu 180 ölkədən? Oradakı cavanlar 1-2-3 dənə ölkənin Avropa ölkəsindələr. Deməli, biz 180 ölkənin içində 3 ölkəni seçdilər. 4-cü də bizik. Yəni, mən buranın gələcəyini çox yaxşı görürəm. Həm yolları, həm ümumiyyətlə Azərbaycanın gələcəyini. Mən Aqil müəllim sizə təşəkkür edirəm. Çox sağ olun ki, gəldiniz. Yəni maraqlı bir müzakirə idi. Sizlə həmişə Yarımçıq müzakirə qaldı, daha nəyə gələn verilişdir. Çünki artıq vaxtımız yekunlaşır. Sizlə müzakirə aparmaq, istənilən mövzunu həmişə çox maraqlıdır. Çox gözəldir. Sizin o emosiyalarınız belə çox o qədər təbiidir ki, o qədər yaxşıdır ki, o qədər Sən məni utandırırsan. yerindədir ki, vallahi yəni yenə deyirəm ki, maraqlı bir müzakirə oldu. Siz hiss olunur ki, nəyisə düzəltməyə çalışırsınız. İstəyirsiniz ki, hər şey yaxşı olsun, yollarımız düzəlsin. O emosiyalarınızdan, o hisslərinizdən bunu yəni hiss etməmək mümkün deyil. Təşəkkür edirəm sizə. Ceyhun, mən də boşluq qalmaq istəmirəm. Mən doğrudan ürəkdən deyirəm, həmişə bunu mesajlarda da yazıram ki, sizlə veriliş aparmaq mənə çox maraqlıdır. Ümumiyyətlə sizin rəhbəriniz Cavid müəllim öz ətrafında professionalları yığıb. Yəni mən burada qeyri-professional adam görməmişəm. İstəyir prodüserlər olsun, istəyir montajyorlar olsun, çəkilişləri bir yerdə eləyirik. Mən hardasa çox sevinirəm ki, bu kanal var. Mən də onun bir üzvü olmuşam artıq. Təşəkkür edirik. Çox sağ olun ki, gəlirsiniz. Hər həftənin birinci günü bəli studiyamızın qonağı olur Aqil müəllim. Bir daha yada salım ki, qəza eləyinə kursların məşqçisi Aqil Rəhimov bu gün qonağımız oldu və bu gün təhlükəsiz sürmək üçün ən vacib qaydalardan danışdı. Bir daha təşəkkürümü bildirirəm.